Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin emmâ ba'd. Bir daha esselamu aleyküm ve rahmetullahi ve berekatuhu kardeşler. Bugün götüreceğimiz mesele de yine qəlblə bağlıdır. Şeyh Abdurrazak Hafizullah deyir ki, Gaysul qulub, qəlblərin bərəkətli yağışı. Başlığa bax. Qəlblərin bərəkətli yağışı, qəlblər üçün olan yağış. Hədis gətirir. Əbu Musa radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. İnnə məsələ mə bə'ətəniyallahu bihi azze və cəllə minəl hudə vəl-ilm kəməsəli qaysin asabə ardan. Allahın mənimlə göndərdiyinin məsəli, mənimlə, yəni risalət, Quran, sünnə, tövhid, əqidə, bunlar hamısı. Allahın mənimlə göndərdiyi həmən o hidayət və elmin məsəli bir torpağa, bir torpaq olan bir yerə enən bərəkətli, bol yağışın misalındadır. Fəkənət minhə taifətun tayyibə qabilətil mə. Həmən o bölgələrdən, həmən torpaq yerlərindən gözəl olanları var. Bir qismləri var ki, o suyu deyir, qəbul eləyir. Həmən o yağışın, o bərəkətli suyunu. Fəənbətətil kələu vəl-uşbəl kəthir. Və daha sonra deyir, bundan ot, çəmən, çayır, faydalı bitkilər çıxarır. Torpaq bərəkətli yağışı qəbul edir və faydalı bitkilər çıxarır. Və kənə minhə əcədib əmsəkətil mə. Və həmən o torpaqların eləsi də var ki, çoraq torpaqlardır. Yəni, verimsiz. Bitki bitməyən torpaqlardır. Amma suyu neyniyir? Saxlayır. Suyu saxlayır. Bir şey bitirmir. Amma suyu üzərində saxlayır. Fənəfəallahu bihən-nəs fəşəribu minhə və səqu və ra'u. Suyu üzərində saxlayır. Allah onunla insanları faydalandırır. Ondan içirlər, heyvanlarını suluyurlar, əkinlərini suluyurlar və beləcə deyir, Allah onları faydalandırır. Və əsabə taifətən minhə uxra. Və başqa bir qism torpaq yerləri də var ki, orada həmən o yağış, o bol bərəkətli yağış enir. İnnəmə hiyə qi'an lə tumsiku məən və lə tumbitu kələ. Və bəzi yerlər də var ki, deyir, həmən o yağışın endiyi ova, düz yer kimi, bitkisiz, bitki bitməyən yerlər kimi nə suyu saxlamır ki, başqaları hətta faydalansın o sudan da, içsinlər, heyvanlar içsin və ya bitkələrin sulasına və s. Nə də ki, bir ot bitirmir. Yəni, aldığı suyu ötürür aşağı. Yəni, nə özünə saxlamır, nə də bitirmir. Sadəcə suyu qəbul eləyir. Fədəlikə məsəlu mən fəquhə fid-dinillah. Və bu da deyir, Allahın dinində fəqihləşən, dini başa düşənlərin, fiqh edənlərin deyir, məsələ də bax bu cürdür. Və nəfə'hu bimə bə'ətəniyallahu bih. Onu deyir, Allah mənimlə göndərdiyi ilə faydalandırır. Fəalimə və alləm. Özü də öyrənir, özü də bilir və digərlərini də öyrədir. Və məsəlu mən ləm yərfə'u bizəlikə rəsən və ləm yəqbəl hudallah əlləzi ursildu bih. Və bəziləri də var ki, mənim göndərildiyimlə nə başını qaldırmır, nə iman etmir, onu qəbul etmir və Allahın göndərdiyi həmən o hidayəti də doğru yolda qəbul etmir. Muttafaqun aleyh. Və bu hədisi Buxari və Müslim rivayət edib, qardaşlar. Görün, necə əzəmətli bir hədisdir. Bu hədis Darbul əmsələ aiddir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm insanların zehinlərinə məsələni yaxınlaşdırmaqdan ötürü, onlar bu məsələni düzgün başa düşməklərindən ötürü misallar çəkir. Peyğəmbər sallallahu aleyhi və səlləm üslubundandır dəvətdəki, bəzi misallar çəkir, bax belə. İnsanları da Peyğəmbər sallallahu aleyhi və səlləm o torpaqlara bənzədir. Və şeyx buyurur ki, və burada Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, bəyan etdi ki, Allahın göndərdiyi həmən o hidayət və elm
yerin içdiyi suya bənzəyir. Yerə endirilən o suya bənzəyir. Hansı ki onu yer içir və növbə-növ bitkilər bitirir. Və bəziləri 3 yerə böldü də burada Peyğəmbər sallallahu əleyhi və səlləm. Bəziləri suyu özündə saxlayır, bitirməsə də insanlar faydalanır. Üçüncü qism torpaq isə odur ki, nə özü faydalanmır, yəni bir bitki bitirmir, nə də başqaları faydalanması üçün onu özündə saxlamır. Və bunu eyni zamanda Peyğəmbər sallallahu əleyhi və səlləm izah etdi ki, bizə burada qəlblər də Allahın endirdiyini bax o cür içir. Qəlblər, torpaq necə içir? Qəlblər də bax o cür içir imanı və Quranı. Və qəlblərin də içkisi məhz budur. Necə ki torpağın içkisi sudur, qəlblərin də içkisi nədir? İman və Qurandır. Necə ki torpaq susuyanda quruyur və onun canlanması üçün o suya ehtiyac olur. Eləcə də qəlblər də susuyur qardaşlar. Qəlblər də susuyur. Onların da suyu nədir? Qəlbin də içəcəyi nədir? Allahın endirdiyidir. Quran və sünnə. Və o qəlbləri də yedizdirən, qidalandıran Allah Azza və Cəllədir. Hansı ki, bunda qəlblərin həyatı var. Qəlblərin həyatı da bax bundadır. İbn Teymiyyə rahimehullah baxın buyurur ki, elmin qəlbə çatması, qəlbin elmi qəbul etməsi, bədənin qidanı qəbul etməsi kimidir. Necə ki, bədən qidanı hiss eləyir, eləcə də qəlb elmi hiss eləyir. Fikir ver, qəlb elmi hiss eləyir, dadır onu. Yəni, elmin də bir dadı, ləzzəti var. Və o qəlbin həqiqi qidasıdır. Və Allah Azza və Cəllənin endirdiyi həmən o Quran və sünnə və orada olan o hidayət qəlblərin həqiqi yeməyi və içməyidir, qəlblərin həqiqi qidasıdır və qəlblər onunla qidalanır və onu hiss edir. Və sonra İbn-i Qayyim rahimehullah gör nə buyurur? Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm elmi yağışa bənzətdi. Özü də necə? Bol və bərəkətli yağışa. Elmi bol və bərəkətli yağışa bənzətdi. Hansı ki, bununla qəlblərin həyatı, onların qidası, dəvası, dərmanı hasil olur onunla. Bax, qəlblərin dəvası. Qəlblərin xəstəliyi var, düzdür? Qəlblərin şifası da var, qəlblərin dərmanı da var. Bax, həmən o qəlbin dəvası, qəlbin qidası Allah Azza və Cəllənin endirdiyidir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bunu yağışa bənzədir. Elmi yağışa bənzədir. Qəlbləri nəyə bənzədir? Qəlbləri də torpağa bənzədir. Bəli, əhsən. Qəlbləri torpağa bənzədir. Hansı ki, onun üzərinə yağış nazil olur. Həmən o torpağa. Yağışı da qəbul ediləndən sonra torpaq neyini müxtəlif bitkilər bitirir. Necə ki, qəlb də həmən o vəhyi, həmən o elmi qəbul etdikdən sonra onu dərk edir, qavrayır və bunun da səmərəsi nədir? Səmərəsi odur ki, qəlbini təmizləyir, əməllərini təmizləyir və onun bərəkəti insanın əzalarında artıq üzə çıxır. Necə ki, o torpaq yağışı qəbul edirdi və faydalı bitkilər ortaya çıxarırdı. Eləcə də qəlb elmi, elm də deyəndə burada Quran və sünnə, Allahın nazil etdiyi elmi nəzərdə tutulur. Onu qəbul edir və ortaya onun bərəkəti çıxır. Və burada buyurur ki, şeyx, bax, Peyğəmbər sallallahu aleyhi və səlləm insanları bu məsələlərdə 3 qismə bölür. Və bu məsələlərdə elmi qəbul eləmək, hifz eləmək, mənalarını bilmək, ondan əhkamlar çıxarmaq, hökmlər çıxarmaq. Və bu məsələlərdə insanlar deyil, 3 qrupa bölünür. Necə ki, torpaq 3 qrupa bölünmüşdür. İnsanlar da bax, bu cür 3 qrupa bölünür. Birinci qrup odur ki, həm əzbərləyir, başa düşür, mənalarını və oradan istinbatlar çıxarır, əhkamları, hökmləri çıxardır və oradan faydaları çıxardır. Və bunlar deyir, suyu qəbul edib, yağışı qəbul edib, o bərəkətli yağışı qəbul edib və faydalı bitkilər çıxaran
torpağın misalındadır. Hansı ki onlar Rabbani alimlərdir. Rabbani alimlərdir. Onlar həm elmi qəbul edirlər, həm anlayırlar, həm oradan əhkamlar çıxardırlar, hökmlər çıxardırlar və digərlərini də bununla nə edirlər? Faydalandırırlar. Bu ən üstün haldır. İnsanların ən üstün halı budur. İkinci qism insanlar isə onlardır ki, onlar sadəcə hifz əhlidir. Onlar sadəcə əzbərləyirlər və bunu qoruyub saxlayırlar. Allah Azze və Celle onları da bu cür ruziləndirib. Əzbərləyirlər, dapt eləyirlər, hərfə hərf, nöqtəyə nöqtə elmi əzbərləyirlər. Amma onun mənalarını dərindən başa düşmürlər. Oradan istinbatlar çıxara bilmirlər. Amma bundan kimlər faydalanır? O qoruyub, saxlayıb digərlərinə çatdırdığı insanlar bundan faydalanırlar. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə nə buyurur? Deyir ki, məndən bir ayə belə olsa təbliğ eləyin. Bəlliğu anni vələv ayə. Məndən bir ayə də olsa təbliğ eləyin. Ola bilər ki, deyir, eşidən məndən sonra eşidən, sənin çatdırdığın məndən eşidəndən daha əfqah olsun, daha fəqih olsun, daha yaxşı anlasın, daha yaxşı başa düşsün. Bax, o məsələdir. Bax, bu ikinci qrup insanlar da odur. Məsələn, insan Quran əhlidir. Quranı əzbərləyir, Quranı bilir, hərflərini, məxrəclərini, erabını, təcvidini və s. Hər bir məsələsini Quranın hifz və başqasına çatdırmaq məsələsində bu adam olduğu kimi çatdırır. Amma oradan istinbatlar çıxartmasında nədir? Bunda zəiflik var. Amma yenə də fayda hasil olur, olur. Başqaları faydalanır. Torpaqların da növü var idi. Suyu qəbul etmir, sadəcə üzərində saxlayır və digər insanlar bundan faydalanır, heyvanlar bundan faydalanır, əkinlərini suluyurlar və s. Düzdür? Bax, bu o qismə aiddir. Bunlar bu iki qism deyir. Birinci qism az öncə dediyim və bu qism. Bunlar deyir xoşbəxtlərdir. Amma birincisi ikincisindən daha üstünü dərəcə baxımından. Düzdür? Üçüncü qism isə odur ki, onların bu xoşbəxtlikdən heç bir nəsibi yoxdur. Nə də bu elmdən bir payları yoxdur. Nə hifz baxımından, nə öyrənmək baxımından, nə də başqalarına öyrətmək baxımından. Heç bir payları yoxdur. Nə öyrənə bilmirlər, nə hifz eləmirlər, nə bunu anlamırlar, nə də başqasına çatdırmırlar. Bu insanların deyir, bu elmdən, bu faydadan, bu hidayətdən bir payları yoxdur və bunlar bu dünyada olan bədbəxtlərdir. Allah qorusun bu üçüncü hala düşməkdən. Bunlar bu dünyada olan bədbəxtlərdir. Birinci və ikinci qism bir elmdə və öyrətməkdə iştirak elədilər. İkisində də ortaqdır, yəni bunlar. Və üçüncü qism isə nədir? Nə elmdən payları var, nə öyrənməkdən payları var, nə də başqaları ondan faydalana bilmir. Nə öyrənmirlər, nə öyrətmirlər, nə də özlərində onu olduğu kimi qoruyub saxlamırlar. Nə məsəl üçün hədisi olduğu kimi öyrənib başqasına çatdıra bilmir, nə Quranı olduğu kimi başqasına çatdırmır, nə də bunu qəbul etmir, anlamır. Bunlar bədbəxt insanlardır. Və bunlar deyir, şeyx buyurur, bunlar deyir, şərdə başçı olan insanlardır. Bunlar hətta heyvanlardan belə şərlidir bu cür insanlar. Və onlar deyir, vəqudunna, cəhənnəmin yanacağıdır deyir bunlar. Cəhənnəm üçün bir yanacaqdır. Bu cür toplum, bu cür insanlar. Allah qorusun o hala düşməkdən. Nə elm öyrənir, nə öyrədir, nə haqqı qəbul edir, sadəcə inkar edir. Sadəcə nə edir? O dikbaşlığı, o təkəbbürlüyü səbəbi ilə haqqı qəbul etmir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisin axırında nə dedi? Nə bu hidayətlə başını qaldırmır, nə də Allahın hidayətini qəbul etmir. Haqqı qəbul etmir, elmi qəbul etmir. Təkəbbürlüyü səbəbi ilə qəbul etmir, təsdiqləmir. Və şeyx buyurur ki, bu həqiqətən bu əzəmətli hədis özündə bir çox faydaları əhatə eləyir. Onlardan biri elmin şərəfi. Baxın qardaşlar, elmin şərəfi. Biz bayaq nədən danışdıq? Elm məclisləri. Elm məclisləri nədən bəhs edir? Halal, haram, Allahın əmrləri, qadağaları, düzdür? Bu elmin şərəfi. Bunu öyrətmək.
bunu öyrənmək, öyrətmək və bunun şərəfi. Və ondan sonra elmə olan ehtiyac, qardaşlar. Elmə olan ehtiyacı Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisdə bizlərə bildirir. Necə ki, torpağın canlanması üçün, torpaqda bir həyat əlamətinin görsənməsi üçün, necə ki, yağışa ehtiyac var, o bol bərəkətli yağışa ehtiyac var, eləcə də qəlblərin həyatı üçün elmə ehtiyac var. Hətta bundan da şiddətli bir şəkildə. İmam Əhməd rahimehullah görün nə deyir? İnsanların elmə olan ehtiyacı onların yeməyə və içməyə olan ehtiyacından daha çoxdur. Daha əzəmətlidir. Çünki deyir, insan yeməyə, içməyə gündə bir neçə dəfə ehtiyac duyur. Və bu ona bəs eləyir, bir neçə dəfə. Amma elmə deyir, o aldığı nəfəslərin sayı qədər möhtacdır. İnsanın elmə olan ehtiyacı nəfəslərinin sayı qədərdir. Nə qədər ki, nəfəs alır, bax, o qədər də onun elmə ehtiyacı var. Amma yeməyə, içməyə gündə bir neçə dəfə. Deyək ki, insan, bədəni belə deyək, insan bədəni yeməkdən, içməkdən məhrum qaldı. Nə olar? Zəif düşər. Ən maksimumu nədir? Ölüm. Ən maksimum ölümdür. Bədəni öləcək. Və nəticədə nə olacaq? Dünyasını itirəcək. Düzdür? Dünyasını itirəcək. Amma insanın qəlbi elmdən məhrum qalarsa, nə olar? Onun ruhu ölər, imanı ölər, qəlbi ölər. Düzdür? Nəticədə nə olar? İnsan axirətini itirər. Adam ac qalar, susuz qalar, ölər, amma cənnət əhli ola bilər. Düzdür? Amma qəlbi elmdən məhrum qalarsa, qəlbi ölər, ruhu ölər. Nəticədə axirətini itirər. Hansı daha əzəmətlidir? Əlbəttə ki, qəlbinin qidası, ruhunun qidası daha əzəmətlidir. Bax, İmam Əhməd rahimehullah onu deyir. İnsanın qəlbinin elmə olan ehtiyacı bədəninin yeməyə olan ehtiyacından daha çoxdur. Baxın, qardaşlar, Allah Azze və Cəllə bizim cəsədimizi nədən yaradıb? Torpaqdan. Biz torpaqdan yaranmışıq, düzdür? Bədənimizin, cəsədimizin qidası nələrdəndir? Torpaqdan çıxan qidalardan, düzdür? Bədənimizin qidası. Bəs ruhumuz da torpaqdan yaranıb? Xeyr. Allah Azze və Cəllə ruhu deyir, öz qatımızdan endirdik. Fördük, düzdür? O ruhun da qidası, bax, Allahdandır. Vəhidir. Ruhun da qidası vəhidir. Elmdir, yəni. Quran və sünnə. Quran və sünnə ikisi də Allahdan olan bir vəhidir. Peyğəmbər sallallahu aleyhi və səlləmin şəriətdən danışdığı məsələlər barəsində Allah Azze və Cəllə nə buyurur? وَمَا يَنْتِقُ عَنِ الْهَوَى اِنْ هُوَ إِلَّا وَحِيٌّ يُوحَى. Onun danışdığı öz nəfsi istəklərindən deyil. Onun danışdığı ancaq ona təlqin edilən bir vəhidir. Vəhi. Quran və sünnə Allahdan təlqin edilənlər. Bax, bizim ruhumuzun qidası da odur, qardaşlar. Ruhumuzun qidası odur. Qəlbimizin qidası odur. Və bizim ona olan ehtiyacımız yeməyə, içməyə olan ehtiyacımızdan daha çoxdur. Sən necə ki, bədəninin qidasında hərissən, ac saxlamırsan, ürəyin yanır, gəlsən su içirsən, acırsan, gəlsən yemək içirsən, bəzən vitaminlər, o birisi diqqətlə də, xəstələndin də. Qəlbin də bax, o cür müalicə eləməlisən. Qəlbin də o cür qidalısını vaxtında verməlisən. Bu da elmdir, qardaşlar. Necə ki, bədənin zərərli qidalardan uzaq durması lazımdır, salamat qalması üçün. Düzdür? Zəhərli yemirsən, zərərli olanı yemirsən. Eləcə də qəlbivin də, ruhuvun da zərərli qidaları var. Onlardan uzaq durmalısan. Onların da başında şirk gəlir. Bidətlər, şirk, şübhələr. Bunlardan nə etməlisən? Ruhuvu, bədənivi uzaq tutmalısan. Burada da olan diqqətin, inayən, yemək seçimində, içmək seçimində olan diqqətindən daha şiddətli olmalıdır. Daha şiddətli olmalıdır. Çünki qəlbin zərər görərsə, sənin axirətinə zərər dəyər.